manat 89 qəpiyi bir mağazada tutdu. Digər yerdə də 100, səhv etmirəmsə 135 manat, yoxsa 145 manatsa belə. Yəni o puldan buna getdi. İndi yerdə qalan pula da Allahın izni ilə alacağıq. Şebel, sonra sement, əlavə nə lazım olarsa onlar. Belə, çox sağ olun izlədiyiniz üçün. Allah razı olsun. Neçə vaxtdır bu açıqlamanı vermək istirdim. Allah hamıya kömək olsun. Bizlər də onun içində inşallah yəni 2 il kredit ödəyəcəyik. 2 il bitəndən sonra yenə təkrar kredit alarıq. Yenə qalan işə görərik. İndi o demək deyil ki, yəni bununla bitdi. Sabahı bilmək olmaz. Allah ruzi yetirəndir. İnşallah ruzi yetirər. Yəni işimizi yarımçıq saxlamarıq, ardıcıl tikərik. Nətər ki, izləyicilərim mənə gözəl dualar eləyir. Deyir gələn il inşallah yeni evdə, yeni remontlu, təmirli evdə oturub şad günlərinizi keçirdəsiniz inşallah.